Sabah ölkə ərazisində yağış yağacaq. Gündəm xəbərinin efirində 3 mart tarixidir və martın 4-ünə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, lakin səhər bəzi şəhər ətrafı ərazilərdə az çiskinli olacağı ehtimal olunur. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Arabir isə küləyin güclənmə ehtimalı var. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz isə 8-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə isə qar yağıntısının intensivləşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq və qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.